Oxuduğum ayələrdə Rəbbimiz buyurur ki, Allahın nemətlərindən biri də birliyimizdir, birlikdir. Və bu birliyi biz Azərbaycan xalqı olaraq da daima qorumuşuq və bunun ən bariz nümunəsini mənim də iştirak etdiyim 44 günlük Vətən müharibəsində gördük ki, dinindən, məzhəbindən asılı olmayaraq hamı bir oldu, birləşdi və mənfur düşmənə qarşı mübarizə apararaq şanlı zəfərə nail olduq. Və əlbəttə ki, tarixə nəzər saldığımız zaman da görürük ki, bu əldə etdiyimiz güclü birlik təsadüfən meydana çıxmamışdır. Burada ümumi lider Heydər Əliyevin böyük rolu olmuşdur və Heydər Əliyev xalqı bir olmağa daim səsləmişdir və xalqı bir məqsəd ətrafında birləşdirməyi və birlik düşüncəsinin xalqımızın arasında möhkəmləndirməyi bacaran tarixi bir şəxsiyyət olmuşdur. Teşekkür ederim. Çok mükemmel bir izah ettiniz. Kısa, az olsa da lakonik, yığcam ve her bir kəsin anlayabileceği bir dille ifade ettiniz.